Hər vaxtınız xeyir, xoş gördük sizi. Bugün sizi invert siropu ilə tanış eləmək istəyirəm və onu sizinlə bir yerdə hazırlamaq istəyirəm. Bu nədir? Siftə nə lazımdır onu deyim. Şəkər tozu, su, bir qaşıq limon turşusu və bir qaşıq çay qaşığı əlbəttə çay sodası. Təmiz qazanımız olmalıdır. Mütləq qapaqlı qazan olmalıdır və qazanımızın dibi qalın olmalıdır. Suyumuzu əlavə edirik. Daha sonra şəkər tozumuzu əlavə edirik. Suyumuz mütləq filtrdən keçirdilmiş olsun. Yəni təmiz su olmalıdır ya da ki butulkadakı içməli sulardan olsun. Qoyuruq ocağa və qaynadırıq. 20 dəqiqə. 20 dəqiqə qaynamalıdır. Siftə şəkər əriyincə biraz qarışdırın, sonra qapağını örtün, dərəcəsini azaldın və qoyun qaynasın. İndi başa salım sizə bu nəyə lazımdır. Bax, bəzən əvvəllər çox olurdu, elə indi də var. Hətta əldə satırdılar, bankada elə bil sizə bal satırdılar. Siz də alıb gətirirdiniz, görürdünüz ki, bunun heç bala oxşayan bir şey yoxdur axı. Necə? Bankanı açırdınız, iyi qoxusu bal iyi gəlirdi. Amma ki, ona ancaq üstdən bir qaşıq qoyurdular. Altdakı isə həmin bu siropdan idi. Yəni, yalançı bal deyək də buna belə. Və ya supermarketlərdə bizdə burada olmur düzü. Mən görməmişəm, bəlkə də olur. Qaradalı siropu, cükə ağacının siropu, bəzi siroplar satılır və onlar şirniyyat bişirəndə istifadə olunur. Patıqa deyilən bir şey var. Azərbaycanca adını bilmirəm. Ondan da istifadə olunur çox vaxtı. Bir də ki, baldan, ballı tortlar pişirmək istəyirsə, o ballı tortlarda istifadə oluna biləcək həm o siroplardır, həm də ki, balın özüdür əlbəttə ki. Bəzən alırsınız tortu, gətirirsiniz, yeyirsiniz. Nə ləzzətli idi bu, iyinə bax, tamına bax. Bəzən də gətirirsiniz, eyni şeydir, amma o iyi almırsınız. Deməli, onu ya patıqa ilə pişiriblər, ya o siroplarla pişiriblər, ya da bu invertlə siropla pişiriblər. İndi mən sizinlə bir yerdə bu siropu pişirəcəyəm. Sonra isə bir müddət keçəndən sonra ballı tort pişirəcəyim sizə. Hardasa bir 10-15 gündən sonra. Çünki bu müddətdə mən video çəkə bilməyəcəyəm. Yenə də yolum bağadır. Qaynadı. Üzünün köpüğünü mütləq yığın. Çünki bizim bu düzəltdiyimiz sirop şəffaf olmalıdır, tərtəmiz. Bişirəndən sonra da bunu uzun müddət saxlaya bilərsiniz. Deyirsiniz ki, bəs bu şərbət deyil. Xeyr, bu şərbət deyil. Bu, mən deyərdim, yalançı bal. Bal ətir verməyən bal. Amma ləzzətlidir. Çox, məsələn, şirniyyat bişirəndə sizə çox lazım olub bilən bir şeydir. Daha sonra bundan nələr düzəltmək olar, onu da mən sizə bəlkə göstərdim. Bəlkə, nə bilim, bilmirəm. Ona da baxarıq da. İndi bura qaynayandan sonra bir qaşıq limon turşumuzu tökürük və fikir verin, bir azacıq köpüşkənir. Daha sonra indi qapağını örtüb 20 dəqiqə qaynada bilərsiniz. İndi deyəcəksiniz 20 dəqiqə orada, 20 dəqiqə burada. O 20 dəqiqə elə həmin bu 20 dəqiqədir. Yəni, şəkəriniz suda əridi. Qaynara düşdü, köpüğünü yığdınız, limon turşusunu əlavə elədiniz. İndi qapağını örtüb 20 dəqiqə qaynadırsınız. Yəni, bircə dəfə 20 dəqiqə sizə qapağın altında qaynamaq lazımdır. Çünki o nə qədər suyunu çox çəksə, o qədər çox qatılaşar və sizə o qədər də faydası olmaz. İndi 20 dəqiqə keçdi, mən açıram qapağı. Yoxlamaq lazımdır. Əlbəttə, vanla qoyursunuz qaynamağa. Belə paqqa qaynamasın, suyunu çəkməsin. İndi yoxlamaq lazımdır. Bu hazırdır ya yox? Necə yoxlayırıq? Mən indi bir nəlbəki götürəcəyəm. Ora damızacağım bu şirədən. Qalsın o bir balaca elə bir soyulsun ki, əlinizi yandırmasın. Daha sonra 2 barmağınızın arasında onu yoxlayacaq. Baxın, bu hələ hazır deyil. Mən əvvəl pişirdiyim üçün
təxminən bilirəm ki, hələ ki hazır deyil. İndi isə sizin üçün yoxlayıram və kameraya yaxınlaşdırım əlimi. Baxın. Parmağımı batırıram. İki parmağımın arasında bunu elə bil ki kameraya yaxınlaşdırdım. Yenə batırım. Və parmağımı bir-birindən aralayanda onun arasında belə sap əmələ gəlməlidir. Əmələ gəlmir. Gəlir, amma qopur. Əgər qopursa hazır deyil. Göstərirəm ki, biləsiniz. Bax, sizdə də belə qopursa hələ hazır deyil. Yəni, qazanı qırağa qoyub gözləmirsiniz ki, o qalsın soyusuna. Bir damcı nəlbəkiyə damızın və yoxlayın. Lap bir az qalıb bunun hazır olmağına. İndi hardasa bir dəqiqədə qaynayacaq. Yenə də deyirəm, çox buna şey vermirsiniz, qazın güclü eləmirsiniz. Lap bir damcı vanla elə bir dəm alan kimi. O, orada olan hardasa 1 millilitr su da uçacaq və o artıq hazır vəziyyətə gələcək. İndi mən sizin üçün bir də yoxlayacağım. Görürsünüz, qaynayır. İkinci dəfə göstərim. Gördünüz, qopmur. Baxın, qalır. Bu əmələ gəldisə hazırdır. Ocaqdan götürürsünüz. Mən bunu biraz tez götürəcəkdim. Əlbəttə, video çəkəndə adam birazcık elə bir özünü itirir mi deyim. Özümü itirmirəm, amma onu elirsən, nəsə çatıra bilmirsən. Neysə. Hazır oldu. Qapağını örtüb qoyursunuz qalsın, bir azacıq soyusun. Deyəcəksiniz, bəs çaylı soda nə oldu? Baxın, indi də çaylı soda gəldi. Biraz soyuyandan sonra bir çay qaşığı çaylı sodanızı bir balaca bir xörək qaşığı su ilə qarışdırın. Çünki sodanın da içində belə yumru-yumru dənəciklər ola bilər. Bir də ki, o biraz ərisə yaxşıdır. Reaksiyanız daha tez gedər. Baxın, bu qədər bir xörək qaşığı su götürdüm. İndi bunun içinə çay sodamı əlavə edəcəm. Bir çay qaşığı. Qəşəngcə qarışdırıram. Və boşaldıram bunu şirənin içinə. Şirə istidir, çox qaynar deyil. Ocaqdan götürmüşəm, hardasa 1-2 dəqiqə qıraqda qalıb. Biraz belə eləyim ki, yaxşı görəsiniz. Qarışdırın və əlavə edirsiniz. Gördüyünüz kimi sürətli köpüklənmə gedir. Köpüklər yuxarıya qalxacaq və daha sonra yavaş-yavaş sönəcək. Bunun üçün hardasa bir 15-20 dəqiqə vaxt, bəlkə də çox vaxt apara bilər. O yenə də siz axı ora limon tuzu qoymusunuz, o turşdu. Soda isə əlbəttə ki qələvidir və o bir-birini reaksiyaya girib söndürür. Bu vaxt deməli şəkərin tərkibi dəyişir. Necə dəyişir? Hansı faizlə onu mən sizə deməyəcəyəm. Dəqiq bilmirəm. Bilirəm ki, tərkib dəyişir və o daha nə qədər saxlasaz təzədən xarlanmır. Belə deyim də, loru dildə. Yəni kristalizə olmur və nə bişirsəniz orada özünü bal kimi aparır. Yəni ətri olmur, amma özünü bal kimi aparır. Bu da belə. Yəni bunu pryanikdir, tortlardır, onların içində istifadə edə bilərsiniz. Mən bir dəfə istifadə eləmişəm. Düzdür, ürəyim istəyən kimi alınmayıb,
Yəni ətri olmayıb, amma ki prəniklarım alınıb və tortum da alınıb. İnşallah gələcəkdə bişirərik. Baxın, rəngi tünd oldu biraz. Ağ, şəffaf olmadı. Mən bundan krujuva zat hazırlamayacağım. Ona görə mənim üçün fərqi yox idi. Və soğuyandan sonra bunu təmiz, sterilize olmuş bankalara boşaldırsınız. Tamam, soyusun. Görürsünüz, bu hələ tamam soyumayıb, belə ilığlığı var. Ona görə hələ durudur. Soyuyanda isə bir bal kimi qaşığa götürəcəksiniz və bal necə axır, o cür axacaq. Gördüyünüz kimi mən çəkməyəcəm nə qədər alınıb. Yəni bir bankam doldu bütöv. Öbürsünə də bir 3-4 qaşıq qaldı. Soğuyandan sonra ağzını kip bağlayacağım. Dolabınızda saxlaya bilərsiniz. Heç soyuducuya ehtiyacı yoxdur. Xarab olmuş, neçə ay istəyirsiniz saxlayın. Əgər bankanız, bərnəniz təmiz idisə, qapağı təmizdirsə, uzun müddət qalır. Nə vaxt lazımdır götürürsünüz, bir qaşıq, 2 qaşıq istifadə edirsiniz və işinizi görürsünüz. İndi isə sizlə xudahafizləşim. Sağ olun, sağlıqla qalın, hazırlayın. Belə bir şey sizə lazım ola bilər, siz əgər şirniyyatla məşğul olursunuzsa. Hələlik isə videolara baxın, bölüşün. Yenə sizi gözləyəcəyəm ha, nənənizi tək buraxmayın. Bacardıqlarımızı sizə öyrədirəm. İndi xoşunuz gəlir, gəlmir, like qoyun. Və görüşərik. Sağ olun, sağlıqla qalın. Xudahafiz, öpürəm sizi.